Bismillah və salatu və selamu alə Rasulillah, əmmə bə'd. Əsr namazının fəziləti. Allah subhanahu ta'ala buyurur ki, Həfizu aləs salavati və salatil vusta və qumu lillahi qanitin. Namazları və xüsusilə də orta namazı, yəni əsr namazını qoruyun və Allah qarşısında mütüliklə durun. Əbu Hureyr radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Gecə və gündüz mələklər sizin içinizdə bir-birinin ardıyca gəlirlər və onlar sübh və əsr namazında cəm olurlar. Sonra gecə sizin yanınızda gecələyənlər səmaya qalxdıqları zaman Rəbləri onlardan soruşur. O hər şeyi bildiyi halda onlardan soruşur ki, qullarımı necə tərk etdiniz? Və onlar da deyirlər ki, biz onları tərk etdiyimiz zaman onlar namaz qılırdılar və onların yanına getdiyimiz zamanda onlar namaz qılırdılar. Hədisi Buxari və Müslim rəvayət edib. Cərir bin Abdullah radiyallahu anhu buyurur ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında oturmuşduq. Birdən Peyğəmbər sallallahu aleyhi və səlləm Bədir gecəsindəyi aya baxdı, yəni bədirlənmiş aya baxdı və dedi ki, amma həqiqətən siz Rəbbinizi bu ayı gördüyünüz kimi görəcəksiniz və onu görməkdə sıxıntı çəkməyəcəksiniz, sıxıntı, müzahəmə etməyəcəksiniz. Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki, siz Rəbbinizi bu ayı gördüyünüz kimi görəcəksiniz. Burada Peyğəmbər sallallahu aleyhi və səlləm görünəni görünənə deyil, görməyi görməyə oxşadır. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm ayı Allaha deyil, ayı görməyi Allahı görməyə bənzətdi. Yəni insanın görməyini görməyə bənzətdi. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, necə siz onu heç bir sıxıntı olmadan, heç bir müzahəmə olmadan, heç bir toplantı, sıxıntı, bastırıq olmadan və heç bir çətinlik olmadan görəcəksiniz. Çünki insanlar, bir toplum insan, bu dünyaya nəyəsə baxmaq istədiyi zaman, bir şeyə baxdığımız zaman, bir toplum insan nəyəsə baxdığı zaman, orada sıxlıq olur, çətinlik olur, əziyyət çəkirlər. Çünki hamısı bir toplum bir şeyə baxırlar. Amma insanlar aya baxdıqları zaman hər kəsə məlumdur ki, bütün dünyadan hər kəs aya baxır və aya baxdıqda heç bir sıxıntı, heç bir çətinlik görmür. Rahat olaraq başını qaldırıb aya baxırsan və Peyğəmbər sallallahu aleyhi və səlləm də qiyamət günü möminlərin Rəbbini görməsini bu dünyada ayı görməklərinə bənzədir. Necə ki, ayı gördüyümüz zaman rahatlıqca görürük və eləcə də qiyamət günü möminlər Rəblərini rahatlıqcana yuxarıdan görəcəklər. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əgər bacarırsınızsa, gün çıxmamışdan və gün batmamışdan qabaqki namazlara məğlub olunmayın, yenilməyin, yəni əsr və fəzr namazını mütləq qılın. Sonra Cərir radiyallahu anhu bu ayəni oxuyur ki, وَسَبِّهْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا Rəbbini gün çıxmamışdan və gün batmamışdan qabaq həmd sana edib onu bütün nöqsanlardan uzaq tut. Hədisi Buxari və Müslim rəvayət etmişdir. Əbu Həsən Əşəri radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Kim iki sərin namazı qılarsa cənnətə girər. Hədisi Buxari və Müslim rəvayət edib. İki sərin namaz da sübh namazı ilə əsr namazıdır. Bureydə radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Kim əsr namazını tərk edərsə, onun əməlləri batil olar. Hədisi Buxari rəvayət etmişdir. Yəni gördüyümüz kimi əsr namazı orta namazdır. Çünki sübhlə, zöhrin, bir də məğriblə işanın arasındadır və ortanın mənalarından da biri ən xeyirlidir.
Və Peyğəmbər sallallahu aleyhi və səlləmdən də səhih hədis varid olub ki, bu ayənin təfsirində ki, xüsusilə də orta namaza qoruyun, yəni əsr namazını. Və Allah subhanahu taala bu ayədə əsr namazını qorumağa əmr etmişdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bizə artıq bildirmişdir ki, sübh namazı ilə əsr namazını qılmaq insanın cənnətə girməsinə səbəbdir. Və əsr namazını tərk etməkdən də çəkindirmişdir. Çünki əsr namazını tərk etmək insanın əməllərini və savablarını puç edir. Bu dərsdə götürdüyümüz bir neçə faydalar var idi. Onlardan birincisi əsr namazının fəziləti idi. Və sonra da faydalardan biri oldu ki, həqiqətən əsr namazını qorumaq, əsr namazına mühafizə etmək insanın cənnətə girməsinə səbəblərdəndir və bir də əsr namazını tərk edənə şiddətli vəidin gəlməsidir ki, əsr namazı tərk edənin əməlləri puç olur. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. İxlasla.com saytı tərəfindən təqdim olundu.